Ağdaş rayon Baytarlıq İdarəsinin rəis əvəzi Məhəmmədli Məmmədovun sözlərinə görə, bugün gecə saatlarından Ağdaşdakı mal bazarının fəaliyyəti qismən bərpa olunub. Rayon Baytarlıq İdarəsinin 12-yə yaxın əməkdaşı bazara nəzarət edir. Baytar həkimlər bazarın ərazisini dezinfeksiya edirlər. Bazara daxil olan və çıxan nəqliyyat vasitələri də dezinfeksiya olunur. Kənd Təsərrüfat Naziri cənab Heydər Əsədovun tapşırığı əsasında Qurban Bayramı ilə əlaqədar olaraq xırda buynuzlu heyvanlar arasında yarmarka təşkil eləmişik. Hal-hazırda satış gedir. İnsanlar sərbəst öz qurbanlıqlarını alırlar. Qiymətlər də münasibdir, ucuzdur. Bazarda ancaq xırdabuynuzlu heyvanların satışına icazə verilir. Satış üçün gətirilən bütün xırdabuynuzlular həkim nəzarətindən keçirilir. Satıcılar və alıcılar yaradılan şəraitdən razıdırlar. Qurban bayramına görə bugünkü gün bazarımız açılıbdır. Təsəli sat heç bir şey yoxdur. Allah qoysa iri buynuzlu mallarımızda gələn bazar inşallah olar. Birinci bazar da açılıbdır. Neçə bazarda cəmaat gözləyir. Bilirsiniz ki, qurban bazarıdır. Mütləq cəmaat almalıdır. Allah açanlardan razı olsun. Çox şükür, bugün də yaxşı ucuzluqdur. Elnar İbrahimova, Samir Cəbiyev, Ağdaş.